Bugün sizə havanın nə zaman düzələcəyi ilə bağlı məlumat verəcəyik. Sinoptiklər ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə qeyri-sabit hava dalğası mayın 31-i günorta saatlarına dək davam edəcək. Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, bəzi ərazilərdə prosesin intensivləşəcəyi və şimşək çaxacağı gözlənilir. Bölgələrdə vəziyyət daha da mürəkkəb olacaq. Ayrı-ayrı rayonlarda güclü leysan, ildırım və dolu ehtimalı var. Hətta yüksək dağlıq ərazilərdə qarın yağacağı da proqnozlaşdırılır. Belə hava şəraiti çaylarda suyun səviyyəsini artıracaq, bəzi dağ çaylarında isə qısa müddətli sel və daşqın təhlükəsi yaradacaq. Temperaturda da nəzərə çarpacaq dəyişikliklər hiss olunacaq. Ölkə ərazisində havanın temperaturu əvvəlki günlərlə müqayisədə 3-6 dərəcə aşağı düşəcək. Sürücülərə və dağlıq ərazilərdə yaşayan sakinlərə çaylardakı mümkün daşqınlara qarşı ehtiyatlı olmaq tövsiyə edilir.